Deyirsən, kürəyim ağrıyır, bir dənə əlində kürəyim ağrır. Və sən bütün diqqətini ora verib, o bioenerjini ora ötürəndə həmin yer sağalır, ağrı sakitləşir. Məsələn, mənim belim ağrıyırsa, O qədər yük daşıyırsınız belinizdə, o qədər yükləri yığımsınız belinizdə və daşıya bilmirsiniz bu yükü. Türmədə yatan insanların 90% anası əmməyənlərdir. Bu statistik bir məlumatdır. Ana dərin psixoloji qorxu keçirirsə, uşaqların 90% autizmdir. Qız uşağı sevgisiz böyüyəndə ilk gedib ona səni sevirəm deyən adamdan yapışır. Bəzən olur ki, ağzımızdan, burnumuzdan sular axır, burnumuzdan sular axır, tökülür. Çünki göz yaşlarımız içimizə axır. Mən xəstəyəm demək yox, bu gün biraz sağlam, özümü yaxşı hiss eləmir. Desək daha yaxşı olmazmı? hər birinizi xoş gördük dəyərli dostlar, dəyərli izləyicilər. Bugün fərqli bir mövzuya toxunacağıq. Çox maraqlı əslində bir mövzuya toxunacağıq. Mövzumuz şuuraltı bədənimizdə, ruhumuzda yaranan xəstəliklər və bu xəstəliklərin, bu problemlərin şuuraltı müalicəsindən danışacağıq. Əslində bu mövzuya demək olar ki, biz kanalımızda toxunmamışıq, bu barədə danışmamışıq, amma çox maraqlı, çox faydalı əslində bir mövzudur. Çünki bəzi xəstəliklər var ki, məhz şuuraltı biz ona təsir etdiyimiz zaman sağalır. Bəzi problemlər var ki, şuuraltı biz həmin problemləri həll edə bilirik. Şuuraltı müalicə necə aparılır? Bu haqqda bugün danışacağıq. Studiyamızın qonağı Fayda rəhbəri Yeganə xanım Seydovadır. Xoş gördük. Xoş gəldiniz, sağ olun. Necəsiz Yeganə xanım? Yaxşı olasınız, sağ olun. Fayda rəhbəri ifadəsi ilə demək olar ki, son illər rastlaşırıq. Yəni bizim üçün biraz yad olan bir ifadədir. Ümumiyyətlə fayda rəhbəri nə deməkdir? Əslində fayda rəhbəri o qədər sadədir ki, onun açılması. Fayda rəhbəri bir sözündən, baxışından, hərəkətindən ya da ki, orada olmağından. Ya sadəcə o adam orada gəldi və oradakı insanlar özünü daha yaxşı hiss elədi. Olmağınla insanların həyatında fərqindəlik yaradan insanlara deyilir. Və əslində bizim hamımız fayda rəhbəriyik. Bəzən olur, bir insan gəlir, sənə elə bir söz deyir ki, sən deyirsən bütün həyatım dəyişdi. Bax, o adam da fayda rəhbəridir. Yəni fayda rəhbəri insanların həyatında fərqindəlik yaradandır. Bəzən bunu biz bilinçli eləyirik, bəzən də bilməyərəkdən eləyirik. Ancaq mən bunu mənim həyatımı yönləndirən bir hobim deyil, işim deyil, həyatımın mənasıdır. Deyirlər, həyat amacımdır. Və mən bu işi görərkən zövq alıram bundan. Bu mənim ruhumu o qədər sakitləşdirir, ruhuma huzur gətirir, özümü yaxşı hiss eləyirəm. İnsanların üzündəki o gülümsəməyi görmək, o sənə təşəkkürü görmək və sənə yaxşı ki varsan deməkləri, ya da ki sənin xəbərin yoxdur, amma sənə o qədər dualar eləyirlər və bunun geri dönüşümləri mən o qədər yaxşı təsir eləyir ki, və şükür edirəm sadəcə. Yeganə xanım, keçmiş dövrdə şəfacılar deyə insanlar vardı və həmin insanlar məsələn başqa bir insanda hansısa bir hissdə ağrıyan zaman əllərini qoyub həmin ağrını aparırdılar. Bu ümumiyyətlə həqiqətən necə baş verir? Bu şuuraltı mı baş verir, yoxsa həmin insanlarda qeyri-adi bir qüvvə mi olur? O qüvvə hamımızda var. Məsələn, bütün analarda var. Niyə uşaqlar yıxılanda ana onu gəlib həmin yıxılan yerini, dizini məsələn öpür, o uşağın ağrısı keçir. Neynədir? Ana uşağına şifa verdi, uşağına şəfa verdi. O öz enerjisindən, o bioenerji deyirlər. Hamımızda bioenerji var. Məsələn, ora diqqətini ora cəlb eləyib, sən diqqətini ora verəndə həqiqətən də o enerji səndən ona keçir və o adam sağalır. Məsələn, deyirsən, kürəyim ağrıyır, bir dənə əlində kürəyim ağrır. Və sən bütün diqqətini ora verib, o bioenerjini ora ötürəndə həmin yer sağalır, ağrı sakitləşir. Və bunun ən sadə nümunəsi də uşaqların, anaların uşaqlarına elədiyi o öpürlər, ya onu qucaqlayırlar. Məsələn, gəlib yanında bir dəfə qucaqlayan kimi onun ağrısı keçir, qalxır. Nə qədər bərk yıxılsın, uşaq yıxılanda, anası gəlib onu bir dəfə qucaqlayanda uşaq qalxır və başlayır davam eləyə, oyuna davam eləməyə. Bax, bu analar burada şifacıdır, analar şəfacıdır. Sadələr bunu bilinçsiz eləyirlər. Yəni, bizim bu içimizdə, özümüzdə var. Bunu amma ki, mən isə bunu, məsələn, mən də öyrəndiyim, bunu həyatıma gətirdiyim bunun faydalarını, mən bunu bilinçli eləyirəm. Yəni bunun yolu öyrədilib mənə, bunu necə eləmək lazımdır, hardan girmək, necə eləmək lazımdır. Necə eləsən bu insana fayda olar. Onun tələbi doğrultusunda. O nə qədər istəyir bunu. Doğrudan da şifalanmağa, bu şəfanı almağa onun tələbi varmı, istəyi varmı, yoxsa şımış kimi eləyir. Bəzən biz deyirik, bəli, mən istəyirəm ki, şifalanam, istəyirəm ki, həyatımda bir fərqindəlik yaransın. Ancaq nə qədər səmimiyik. Bir də buna baxaq.
Sizin sahənizlə psixoloqların sahəsi bir-birinə oxşardır. Yəni şuuraltı hər iki ixtisas sahibləri də insanların şuuraltısına birbaşa müraciət edə bilirlər, şuuraltı insanla kontakta keçirlər. Sizlə, yəni fayda rəhbəri ilə psixoloqların fərqləri nələrdir? Psixoloq insanların zehninlə işləyir. Mən isə onların ruhundan. Çünki onların ruhu əslində zehin bizə oyunlar oynayır bəzən. Deyir ki, yox belə deyil, belə deyil. Ruh isə buradan gələn ən düzü, içindən gələn ən düzü o bilir. Və bizim qəlbimizin səsidir. Mən sizə belə bir, gəlin burada belə bir oyun oynayaq sizinlə. Məsələn, mən deyirəm ki, deyirsiniz mən deyin. Əlinizlə göstərin, deyin mən. Mən. Necə dediniz, belə dediniz də mən. Demədiniz ki, mən. Dediniz mən. Burada nə var? Qəlbimiz burada yerləşir və özümüz buradadır. Buradan gələn, özdən gələn. Onun səsi yavaş gəlir, ancaq ən doğrunu da o bilir. Qəlbindən gələn səsi deyirlər. Zehnindən demirlər ki, deyirlər qəlbindən gələn səs. Özün səsi. Biz bax o özlə işləyirik. Mən şəxsən o özlə işləyirəm. Çox maraqlıdır. Sizə hansı pasiyentlər, hansı xəstəliyi olan insanlar yaxınlaşır və siz onları şuuraltı müalicə edirsiniz? Ümumiyyətlə, yəni bütün xəstəliklərin altında yatan səbəb 0-7 yaş arasında olan yaşadığımız duyğusal hadisələrdən irəli gəlir. Bu yaxın vaxtda yaxın bir qohum mənə müraciət etdi, dedi ki, sizin verilişə baxanda belə bir şey gördüm ki, mənim yoldaşım illərdir balıq yemir və təyyarəyə minə bilmir. Deyir, qulaq asandan sonra deyir, çox düşündük bu barədə, çox düşündük və deyir, qəribə gecə yuxular gördü. Səhər-səhər oyananda dedi ki, tapdım. Balaca vaxtı deyir, mənim yanımda bir adam balıq yemişdi və çox özünü pis eləmişdi. Və uşaq vaxtı mən ondan sonra bir də balıq yemədim. Və anamca söhbət eləyirdilər, dedilər ki, təyyarədə bir adam ölüb. Və mən onu o qədər qorxdum ki, mən də təyyarəyə minəndə ölərəm. Deyir, bir daha təyyarəyə minmirəm. Adamın 35 yaşı var, nə təyyarəyə minmir, nə balıq yemir. Və uşaq vaxtı özünçüləşdirmiş, mənimsəmiş, mən bunu yesəm ölərəm, özümü pis deyirəm, təyyarəmsə mən də öləcəm. Uşaq inanıb buna. O uşaq böyük anlayır, amma uşaq inanıb. Biz isə o uşağın, həmin seans zamanı o uşaqla danışıb, ona deyirik ki, sən rahat ol. Yəni, sən heç olan deyil. O 5 yaşında uşaqla danışırıq. İçimizdəki 5 yaşındakı uşaq anlayanda ki, mən balıq yesəm mənə heç nə olmayacaq, ya da təyyarəmizə mənə heç nə olmayacaq. O ona inanır, ondan sonra balıq da yeyir, təyyarə demiş. Yeganə xanım, sizlə bağlı araşdırma eləyəndə çox maraqlı bir məqama rast gəldim. Deməli, autizmli uşaqların müalicəsi ilə də siz məşğul olursunuz. Son dövrlər uşaqlar arasında ümumiyyətlə bilirsiniz ki, bu problem çox yayılıb və müalicəsi olmayan bir xəstəlikdir. Ümumiyyətlə, bu autizmli uşaqların müalicəsi necə aparılır sizdə? Ümumiyyətlə, mən autizm uşaqlarının müalicəsini aparmıram. Mən onun analarla işləyirəm. Yəni, uşağın özündən yox, anasından. Niyə? Bu, uşaq ana hamiləykən ya doğuşdan sonra hamiləykən ana dərin qorxu keçiribsə, dərin psixoloji qorxu keçiribsə, uşaqların 90% autizm olur. Yəni, onun uşaqla əlaqəsi yoxdur. O, ana ilə əlaqədardır. Və ana özündə fərqindəlik yaratdıqca, uşağın həyatı dəyişir. Uşaq sağalmağa başlayır. Yəni, mənə gələn pasiyentlərin heç birini mən başqasının üstündə işləmirəm. Ancaq özünlə. Çünki hər şey məndə başlayır, məndə bitir. Məndən başqa heç kim yoxdur bu dünyada. Məndə fərqindəlik yarandıqca ətrafımdakı insanların da fərqindəlik yaranır. Sən dəyiş, dünyanı dəyişsin deyiblər. Anada özündə bəzi fərqindəliklər dəyişir və uşaq da onunla bərabər sağalmağa başlayır. Və həkimə də müraciət edirlər, dərmanlarını da alırlar, o öz yerində. Ancaq yəni anadakı fərqindəlik uşağı sağaldır. Onda belə demək olarmı ki, məsələn, uşağın formalaşmasında ata faktorunun rolu yoxdur? Var. Var. Ata günəşdir. Ata bizi isidəndir. Ata güvən verəndir. Əgər bir uşaq atasına evdə az gəlirsə, atasına az görüşürsə, o uşaqlarda gələcəkdə güvən əksiklikləri əmələ gəlir. O uşaqlar güvənmir. O uşaqlar birinci atalarına, sonra yaradana, sonra da insanlara güvənmir. Dövlətə güvənmir, müdirinə güvənmir, heç kimə güvənmir. Çünki atasından güvən almayıb. Əgər o atasından güvən alanda, atadan güvən alan uşaqlar həyata güvənlə baxırlar. Məsələn, o uşaqlar daha bir işdə başarılı olurlar, bacarıqlı olurlar. Çünki onlar güvənirlər, bilirlər ki, ataları arxalarında var. Ataları varsa Allah da onların arxasındadır.
və həyatları daha gözəl olur. Amma atası yanında olmayan, güvənməyən, çox vaxt, yəni o da düz. Yəni burada düz deyil, səhv deyil deyə bir şey yoxdur. O uşağın ehtiyacı odur. Öyrənəcəyi şey odur ki, atasının yanında istəməyibdi. O da onun tələbidir. Onlar bir-birinə rastlaşıblar və ata-bala olublar. Ancaq yəni biz indi fərqindəliklər, məsələn mənim atam belə olmur deyə mən də elə olmalı deyiləm ki. Məsələn atalar da qınamırıq. Niyə qınamırıq? Niyə irad tutmuruq? Çünki atasından elə görüb. O görüb ki, atası uşağına oynamır, atası uşağından məşğul olmur, atası uşağına qayğı göstərmir. Deyir, yəqin atalıq belədir. Amma bu belə deyil. Bax, indi əvvəllər internet yox idi, bu qədər informasiya yox idi deyə bizim atalarımız bunu bilməyiblər. Amma bizdə bu var axı. Bizdə bu informasiyalar var, biz bunu öyrənə bilərik, özümüzdə fərqindəlik yarada bilərik. Bir nüans daha var ki, inanc gəliblər. Yəni bizə geydirilmiş inanc gəliblər. Ata məsələ lap gənc olsun, inanıb ki, inandırılıb ki, uşaq vaxtı sən uşağından belə rəftar etsən, uşaq əşyon olacaq. Buna inanıb, elə inanıb ki, belə bir qəlib yaradıb özünə, bir paltar geyinib. Ona görə uşağına daha az qayğı göstərir, diqqət göstərir ki, uşaq qudurar. Müasir dövrdə də əslində elədir. Deyirlər ki, uşağı qudurtmayın, uşağa çox yaxşı davranmayın. Hətta nəinki atalar, analar da çox qəddar davranırlar uşağa. Ki, uşaqdır, formalaşmalı, uşaq ümumiyyətlə valideynə tabe olmalıdır. Buna yanaşmanız necədir? Bax, orada da uşağın düzdür, səhvdir deyə bir şey yoxdur. Ancaq sən qəddar davranırsansa, sən özünə bax. Uşaqla əlaqəsi yoxdur. Niyə qəddar davranırsan? Keçmişdə sənə öyrədilən, keçmişdən gətirdiyin nə hissdir ki, sən buna qəddar davranırsan? Kimin heyfini o uşaqdan çıxırsan? Qəzəbin kimədir? Uşağa mı yoxsa özünə? Sən bir özünə bax. Özünə qarşı olan o qəzəbini uşaqda seyr eləyirsən. Məsələn, uşaqların balaca vaxt qulaqları ağrıyır. Yəni 6 aylıq, 3 aylıq doğulan kimi uşaqların qulağı ağrıyır. Yəni səbəb nədir? Uşaq niyə qulağı ağrısın uşaq? Niyə məsələn qonşunun uşağının qulağı ağrımır, sənin uşağının qulağı ağrıyır? Səbəbi nədir? O qədər evdə söz-söhbət var ki, uşaq dinləmək istəmir. Uşaq eşitmək istəmir o söz-söhbətləri, qulağını ağrıdır. Eşitmək istəmirəm, görmək istəmir, qulağını eşitməsin bu söz-söhbətləri. Və uşaq deyir, məsələn, uşaq orada 2 aylıq uşaqdır, o demək deyil ki, o heç nə bilmir. Sən əgər onun yanına hansı duyğu ilə, hisslə gəlirsənsə, uşaq onu alır. Məsələn, bəzən ana əsəbləşir, gedir, çox hisslənir, gedir uşağı qucaqlayır ki, məsələn, balam mənim qucaqlayır. Əslində bizim analar biz bunu indi də biz öyrənirik ki, psixolojiyada bir şey var. Sən bütün o neqativ enerjini ona ötürürsən. Məsələn, o anlarda o uşaqları qucaqlamaq deyil, gedib sakitləşib daha sonradan gəlib qucaqlamaq. Sonra uşaqları qucaqlayan kimi biz sakitləşirik. Və biz rahatlaşırıq. Çünki enerjimizi, neqativ enerjimizi ona ötürürük. O onu alır. Sonra deyir ki, bu da onun şuur altına belə bir şey yazılır ki, mən, yəni ki, kimsə mən də o da böyüyəndə belə eləyir. O da uşağını eləyəcək. Əsəbləşəndə, hiss olanda mən uşağımı qucaqlayım. Bir-birinə bu ötürülür. Amma biz bunu bilsək ki, o içimizdəki o neqativ enerjini uşağımıza ötürürük. Gedərik, daha sakitləşərik, bir əlimizi yuarıq ən azından, ondan sonra qucaqlayırıq. Biz bunları bilmirik. Bunları bizə heç kim öyrətməyib, heç kim deməyib. Amma şuuraltı bizə belə oyunlar oynayır. Yeganə xanım, bəs çox maraqlıdır. İnsanlar niyə öz atasında və anasında sevmədiyi xüsusiyyətləri başqa bir insanda axtarıb, məhz həmin insanla ailə qururlar? Bu çox maraqlı sualdır doğrudan və mən yəni seanslarda da münasibətlər mövzusunda da bu çox qarşıma çıxır. Və o qədər tərs mütənasib deyilən bir şey burada yaranır. Əslində məsələn biz uşaq olanda qızlar ilk öncə sevdikləri adam kimdir? Ataları. Oğlanların kimdir? Analardır. İlk eşqləri, ilk sevdiyi insanları onların ataları və analarıdır. Və onlar şuuraltı, onlar neymişsiz eləyin, gedib atasına, anasına bənzər insanlarla evlənəcəklər. Çünki onların ilk sevdiyi insanlar olub. Onlara aşiq olublar. Və atalarının, analarının bənzərini axtarırlar həyatlarında. Və deyirlər ki, mən atam kimi olmayacam, anam kimi olmayacam. Əslində eynisi olur böyüyəndə də. Ya da baxdırsan ki, anana dönmüsən, atana dönmüsən. Çünki ilk eşqimiz, ilk sevdiyimiz insan onlardır və onların bənzərini axtarırıq həyatımızda da. Və gedib onlarla da evlənirik. Hətta mən sizə burada bir şey, bu da bir maraqlı bir mövzu açım sizə. Oğlanlarına qızı qaynanaları seçir. Ana seçir öz oğluna. Yəni qaynana gedib özünə, oğluna qızı nətər seçir? Şuur altında bənzərini. Çünki oğlanın ilk sevdiyi qız kimi olubdu? Anası. Və anasına bənzərini seçir. Niyə qaynanalarının gəlinləri yola getmir? Belə bir sual verin mənə. Eyni xarakteri insanlardır. Çünki onlar eynidir. Qaynana baxır, orada görür özünü, gəncliyini görür. İki qoçun başı. O da baxır, o da burada. Amma qaynana desə ki, doğrudan bu mənim gəncliyimdir. O da desə ki, mən eyniyəm, bu mənim gələcəyimdir, bu mənim belə olacam.
Bəyənmirlər amma bir-biri. Çünki eynidirlər. O qədər bənzərdirlər. Oğul heç vaxt səhv eləmir. Gedər anasına bənzər qız alır. Anasının tam oxşarını alır. Və bunu deyəndə ilk dəfə belə seanslarda söhbətlər eləyəndə yox, belə deyil deyən o qədər mən belə yəni elə ola bilməz. Yox, o mən onun kimi ola bilmərəm. Nə danışsan, nə əlaqəsi var? Amma sonradan çıxır ki, deyirsən, "Hə, doğrudan yəni ki, tıpatıp eynisi türklər demiş." Adətən bu travma almış uşaqlara məncə aid ola bilər. Hamıya aiddir. Belə bir hamıya aiddir. Məsələ belə deyim, mən də ki, mənim də uşaqlarım evlidir və mənim də gəlinlərim var. Və mən onlara baxanda ya da ki, onlar mənə baxanda baxır, o qədər oxşar xarakterimiz var ki. Yəni deyirsən ki, bu mənəm də, yəni bunun tərəfi yoxdur. Amma mən özümün o tərəflərini qəbul eləyirəmmi? O tərəflərindən barışmışammı? Nə qədər barışmışam, nə qədər özümü qəbul eləyə bilirəm? O tərəfimi qəbul eləyə bilirəm. Söhbət budur axı, biz özümüzü qəbul eləyə bilmirik deyə baş-başa gəlirik. Biz onda görürük, bizə xoş olmayan bir hərəkətimizi keçmişdə elədiyimiz ya indi elədiyimiz və o tərəfimizi qəbul eləmək istəmirik. Deyirik, yox, mən belə deyiləm. Ona görə o bizim gözümüzə batır. Özümüzü qəbul edəndə onu da qəbul edirik. Və sən deyirsən ki, bu mənəm də, mən nə danışım, yəni nə deyim ki? Onda sadəcə şükür etsən, başını salırsan aşağı, deyirsən, çox şükür. Və qızlar da həmçinin atalarının eynisi seçirlər. Məsələn, atası çox spirtli qəbul eləyirsə, o deyir, mən heç vaxt atam kimi adamdan evlənmərəm. Nə danışsan, yox, mən eləmərəm mən bunu. Və gedir eynisini seçir. Çünki başqasını, başqa şey görməyib həyatda. Gördüyü atası odur. Ona görə niyə deyirlər ki, qız uşaqları ataların arxasını, daha çox onları sevin, qayğı göstərin. Çünki uşaq, qız uşağı sevgisiz böyüyəndə ilk gedib ona səni sevirəm deyən adamdan yapışır. Çünki o qədər sevgiyə ehtiyac yoxdur. Elə bilir ki, səni sevirəm dedi, bunu sevdi, tavsiyə bunu xoşbəxt eləyəcək. Atasından sevgi almadığı üçün keçmişdə. Güvən almırdı. Güvən almadığı üçün. Amma atasından yetərincə sevgi alsa ona, yəni o sevgi ala bilsə, o sevginin nə olduğunu bildiyi üçün, gerçək sevginin nə olduğunu bildiyi üçün onları ayırd eləyəcək. Deyəcək, gerçək sevgi nədir, yoxsa ki, yalandan mən səni sevirəm demək nədir? Və hər səni sevirəm deyənə o gerçək sevgini bilir, deyəcək, bu deyil. Biri var hər səni sevirəm deyənin o sözü eşitmək, bir də var o sözü ümumiyyətlə kimə gəldi demək. Bu da mı bir şuuraltı problemdir? O söz üçün nə ifadə eləyir? Mənim üçün heç nə. Onun da demək, məsələn, hamıya səni sevirəm demək biri var ki, doğrudan sən onu qəlbindən deyirsən və o qəlbindən deyəndə o insan onu hiss eləyir. Bir də var ki, yəni söz xətrinə deyirsən. Bəs bax bir şey var da, mən sizə bir dənə şey deyim, burada bir şey bir yer açım. Nə deyirsən de, onu qəlbinin aş düzənindən keçir sonra de. Görürsən qəlbinizə təsir eləyir. Bax öz qəlbinin aş düzənindən keçirdi. Oradan bir onu keçid o süzgəcdən keçirdi. Gör sənə təsir eləyir. Doğrudan da o sözü sənin qarşına deyəndə o içindən gələn o söz, qəlbindən keçən söz qarşıda adamınca təsir eləyəcək. O söz sənə deyilsə, səncə təsir eləyərdi. Qəlbindən gələn sözü deyəndə o frekans elə bil ona bir frekans yükləyirsən, elə bil ki, ona bir enerji yükləyib ondan sonra deyəndə o qarşıdakına təsir edir. Məsələn, bax belə bir adi bir şey deyim də, bəzən deyirsən, gəlib deyir, sən çox qəşəngsən, bir sözlər deyirlər sənə, bu sənə heç nə ifadə eləmir. Amma bəzən gəlib bir dənə sənə söz deyirlər, bütün tüklərin biz olur. Sizə niyə tükün biz? Adam mutlaqda üşümürsən bir şey eləmsə, niyə tüklərin biz olsun? Deyilən sözdən. Çünki onun qəlbindən gəlir, o sənin qəlbinə toxunur. Oradan gələn sənin qəlbinə toxunduğu üçün sənin bütün bədənin titrəyir. Ruhun lərzə gəlir. O sənin qəlbinə, ruhuna toxunur. Onu gözünə elə hiss edirsən. Xərçəng xəstələri ilə bağlı bir məqalədə oxumuşdum ki, bəzi insanlar xərçəng xəstəliyin sağalmasını istəyirlərsə, ilk növbədə buna şuuraltı başlamalıdır ki, mən məsələn bu xəstəliyə qalib gələcəm və o insanlar həqiqətən də sonda xəstəliyə qalib gəlirlər. Ümumiyyətlə bu təkcə xərçəng xəstəliyi yox, digər xəstəliklərə də aid eləmək olarmı bunu? Bax, xərçəng xəstəliyinin travması dərin hüzün və kədərdir. Dərin. Bəzi insanlar xərçəng xəstəliyi özünü çəkir ki, o xərçəng olanda ona daha çox sevgi göstərirlər, daha çox qayğı göstərirlər. Eyni müalicə olunur, hər şey eyni. Biri sağalır, o biri sağalmır. Və sən şuuraltdan çıxan səbəb bilirsən nədir? Mən belə çox xoşbəxtəm, hamı mənim başıma dolanır. Mən özümü belə çox xoşbəxt istəyirəm. Onun səbəbi dərin hüzün və kədərdir. Xəstəliyi özünə çəkirsən? Hayır, mən özünə çəkirsən. Əgər şuuraltı xəstəliyi özünə çəkib xəstə eləyə bilirsə, hər halda bunu sağalda da bilər də. Amma sən doğrudan bu xəstəlik, birinci xəstəlik sənin gəlmə səbəbini araşdırırsan ki, yəni sənin bu xəstəlik sənə niyə gəlibdir? Elə belə gəlmiş xəstə, durduğu yerdə mən gəlib səni xəstə eləyim. Niyə xəstə eləyim ki?
Bunun sənə bir mesajı var. Bunun sənə deyəcək bir sözü var. Sən o mesajı ala bilirsənmi? O sözü ondan gələni alıb qəbul edə bilirsənmi? Aldın, qəbul edin, mesajını gördün, şükür edin ki, çox şükür mənə gəldi. Bu xəstəlik mənim həyatımda böyük bir fərqindəlik yaşadım. Bir leveldan başqa bir levela keçdi. Onda deyirsən çox şükür. Onda o qədər rahatlıqla gedir ki o. Baxsan ki, desən nətər oldu bu getdi. Bir anın içində sağalırsan, bir an. Bir anın içində mən yəni şahid olmuşam. Bir anın içində yəni bədənindəki olan səpkilər gedib bir anın içində. Bir anın içində yəni belə ağrır, belə sağalıb. Necə olur o? Necə olur o? Sadəcə olaraq bir fərqindəlik yaşayır. Məsələn, mən belim ağrıyırsa, o qədər yük daşıyırsınız belinizdə, o qədər yükləri yığımsınız belinizdə və daşıya bilmirsiniz bu yükü. Ağrımasa belə ağrıyır. Həddindən artıq yük yığmısınız belinizə. Həddindən artıq. Və bu yükü daşımaq sizə xoşdur. O yükə ehtiyacınız var. O yük sizi qabağa aparır. Yaşamağa səbəbdir. Amma sən desən ki, əslində mən rahatlıqla da yaşaya bilərəm. Mən bu işləri rahatlıqla da görə bilərəm. O işin bir qismini verin başqasına o görsün. Onda belinizin ağrıyacaq. Çünki yükü paylaşdınız. Amma siz deyirsiniz ki, mən özüm daşıyacağam. Onda deyir daşıya bilərsən. Bəzi insanlar var ki, adi bir ağrını çox ağır formada, yəni çox dəhşətli formada yaşayırlar. Bəs bu ağrını şuuraltı biz o zaman sağalda bilirikmi? Bax niyə? Gəlin qripdən gedək. Bax niyə qrip gəldi? Biri heç onun xəbəri yoxdur ki, qrip oldu. Vəbsə qrip olmur. Digəri orta qrip olur. O birisi yatağa düşür. Bax bunun səbəbi nədir? Qrip eyni qripdə, virus eyni qripdə. İndi bu deyirsiniz ki, bizim yeməklərimizdən asılıdır. Hamımız da normal yemək yeyirik. Yəni bu immunitetimizdən asılıdır, vitaminlərimizi içirik. Yəni bu o deyil də. Yəni bir evdə yaşasan eyni yeməkləri yeyirsən. Nəyə görə? Biri bunu çox rahat keçirir evdəki. Biri vəbsə qrip olmur. O birisi isə yatağa düşür. Çünki bəzən bədən yorulub. Yatmaq istəyir, amma yata bilmir. İşi çoxdur. Bədən deyirsən yorulmusan, yatmalısan, get dincəl, xəstə eləyir, yatırdır. Bəzən olur ki, ağzımızdan, burnumuzdan sular axır. Burnumuzdan sular axır, tökülür. Çünki göz yaşlarımız içimizə axır. Ağlamaq istəyirik, sözümüzü demək istəyirik kiməsə. Amma deyə bilmirik. Bəs səsimiz batanda nə olur? İfadə eləyə bilmirik özümüzü. Bax, birinə bir söz demək istəmisiniz, amma saxladın demədin. Və sən səsini batırdın. Amma tapsan ki, əslində o anı tapa bilsən ki, yəni bir damcı düşünsən də, təfəkkür etsən ki, o nə idi mən, hansı şeydən sonra, hansı sözdən sonra, hansı cümlədən sonra mənim səsim batdı? Dediyin anda səsin açılır. Bunu eləyəcəm bugün. Eləyin. Çünki özünü ifadə eləyə bilmirsənsə də başdan öskürməyə. Bax, burada qalır bir şey. Bax, çünki özünü ifadə elə, sənə söz dedilər, sən də sözünü deyə bilmədin. İşte qaldın orada, burada qaldı, boğazında qaldı. Elə bir insanlar var. Var. Boğazı ağrımır, heç bir problemi yoxdur. Nəsə bir danışır, eləyir, qutarır, sözünü bitirir və başlayır boğazını belə eləməyə. Deməli, bəzi sözlər deyə bilmir. Deyə bilmir. Sözünü deyə bilmədiyi üçün, özünü düzgün ifadə eləyə bilmədiyi üçün. Bizə bəzən ora danışır, deyir boğazımda qaldı. Özünü ifadə eləyə bilmir. Özünü düzgün ifadə eləyə bilmir. Birisinin onun da altında isə belə desəm mənə nə deyərlər? Desəm bax mənə pis baxarlar. Bunu necə ifadə eləyim ki, düzgün çıxsın? Özümüzü tutub saxlayırıq orada. Desəm axı yaxşı çıxmaz, xətrinə dəyər axı. Amma gəlin bir şey xatırlayaq da. Allah deyir ki, nə ilə gəlirsən gəl mənə qul haqqından gəlmə. Sən də qulsan da. Niyə öz haqqına girirsən? Qarşıdakı üzülür, o sözdən deyəcəyin üzüləcək, narahat olacaq. Sən axı özün üzürsən. Sən o haqqına girirsən. Bunu biz düşünmürük. Əsas odur ki, qarşımızdakı narahat olmasın, inciməsin, eyb yox, mənə nə olur olsun. Bir də keçən gün belə bir məlumat eşitdim. Uşaq vaxtı deyir, anı ilə bağlı problemi yaşayan uşaqlar sonradan siqaretə daha çox meylli olurlar. Ki, anadan süd içə bilməyən uşaqlar, anadan o istiliyi ala bilməyən uşaqlar süd içə bilmədiklərinə görə, ana süd içə bilmədiklərinə görə siqaretə meylli olurlar. Hətta mən sizə daha bir məlumat deyim. Türmədə yatan insanların 90% ana süd əmməyənlərdir. Bu statistik bir məlumatdır. Anadan sevgini, qayğını almayan uşaqlardır. Uşağa süd vermək, uşaqla təmasda olmaq o qədər dəyərli bir şeydir ki, o həm uşaq üçün, həm ana üçün. O uşaq onun sevgisini alır. O uşaq onun yanında olduğunu güvən alır. Yəni uşaq üçün ananın otaqdan çıxmağı ölüm deməkdir, anam öldü deməkdir. Elə bir travma yaşayır uşaq.
İndi bir düşünün ki, sonra ana südü vermirsiniz, onunla məhrum edirsiniz. O da uşağın tələbidir. Biz o tərəflərini keçmirik. Biz özümüzdən danışırıq. Məsələn, amma o uşaq anadan o aldığı sevgini, uşaq anadan aldığı o qayğını, gör Allah necə bir mükəmməl. İnsanın bunu beyni qaldırmır. Ana südü qışda isti olur, yayda soyuq olur. Yəni Allah necə bizi mükəmməl yaradıb. Yəni bilir ki, bu uşaq yayda istidir, buna südü soyudur verir, yayda da isidir verir. Bu qədər mükəmməl insanlıq, varlıq. Qorxuları olan uşaqlardan danışmaq istəyirəm. Bəzi uşaqlar var ki, ümumiyyətlə bir otaqda tək qala bilmir. Yaxud da ki, ümumiyyətlə qorxusu olan uşaqlardır. Onu müxtəlif tövsiyələr edirlər. Bəzən deyirlər, nə bilim, molla yanına getmək lazımdır. Çıldağa aparın. Çıldağa aparın. Ümumiyyətlə qorxu uşaqda nədən yaranır? Anaya baxırıq. Yenə. Yəni ana. Uşaqla işimiz yoxdur. Uşaq nədir? Uşaq balaca bir şey. O, yəni ona bax gəlin belə deyək də. Balaca vaxtı mənə deyiblər, sənin adın yeganədir. Mən də buna inanmışam, yeganədir. Mənə desəydilər sənin adın xəyalədir. Mən də inanacağım ki, mənim adım xəyalədir, deyəcəm mənim adım xəyalədir. Uşağa nə deyirsən ona inanır. Yəni uşağı ilanın yanına qoyurlar, uşaq ilanla oynayır və qorxmur. Amma anası deyir ki, ilan səni çalacaq. Uşaq başlayır, mən ilanın yanına getməm, məndən qorxur. Məndən çalacaq. İtin yanına getmək səni yeyər. Falan şey eləmə, sən yıxılarsan. Məsələn, uşaq oynayır, deyirsən ki, oradan getmə, yıxılarsan. O deyir, mən demək, oradan geçsəm yıxıla bilərəm. Qorxmaq, bundan qorxum. Falan şey eləmə, falan şey olacaq. Bəhman şey eləmə, bəhman şey olacaq. Əslində bu qorumaq instinktidir. Yəni qorumaq, amma bunu biz elə deməyək də. Məsələn, ona daha bir yumşaq deyə bilərik. Eləmə, yıxılarsan dediyimiz anda yıxılır. Deyə bilər ki, ehtiyatlı ol. Kəlmələrimiz. Düzdürsünüz. Kəlmələrimiz həyatımızı dəyişdirir. Ağzımızdan çıxan kəlmə. Məsələn, biri deyir ki, mən irəli gedirəm, geri gedirəm, irəli gedirəm, geri gedirəm. Elə yerində sayır. İrəli getmir. Elə yerində gedir, gəlir, gedir, gəlir. Amma deyir ki, mən daim irəli gedirəm. Mənim yolum işıqlıdır, mən daim irəli gedirəm. Baxacaq ki, bütün yollar açılır, bütün işlər daha gözəl açılır. Amma yerində sayır. Çünki onun istəyi odur. İrəli getsin, geri gəlsin. İrəli getsin, geri gəlsin. Yerində saysın. İlin sonunda hər zaman deyirlər ki, məsələn dekabrın son günlərində gələn illə bağlı planlar hazırla ki, məsələn mən bu il nələr eləyəcəm. Amma elə insanlar var ki, plan hazırlamır. Hə, nə olar, olar deyir. Və ümumiyyətlə həyata da o cür baxan insanların həyatında nələr baş verir? Deyir biz burada plan quranda Allah baxır oradan gülür. Deyir sən planını qurma, mənim planım səndən daha üstündür. Biz düşünə bilərik, təfəkkür eləyə bilərik ki, biz həyatımızda nələr olsun, necə olsa daha gözəl olar. Ancaq onu planlı şəkildə yox. Ondan gələni, bizə verilənin hazır olduğumuz anda qəbul eləmək niyyəti ilə. Veriləni qəbul eləmək niyyəti ilə. Amma istəmək də önəmlidir də. İstə, bunu mən demirəm. Niyyət elə, istəmək yox. İstəmək yəni istəməmək demək. Əslində nəyə çox dilləndirirsən, mən bunu istəyirəm, onu sən istəmirsən. O sənin istəmədiyin bir şeydir. Çox dediyin şey istəmədiyin bir şeydir. Amma sən deyirsən ki, sizin qızınız da deyir ki, axşam gələndə mənə dondurma. Düşünmür ki, anam bana alacaq, almayacaq. Əmindir ki, anası alacaq. Və siz niyyət elədiniz ki, mənim kanalım 5 milyon olsun. Və buraxdınız. Və əminsiniz ki, bu sizə veriləcək. Bir də baxdınız 5 milyon yox, 10 milyon oldu. Çünki əminsiniz, ona güvənirsiniz. Veriləcəyindən əminsiniz. Rəbbim bu əminliyi içimizə rahatlıqla, yumşaqlıqla versin. Ki, yəni həyatımız daha da gözəlləşsin. Öncəliklə dilimizi dəyişdirsək, dilimizdə pozitiv sözlər, bunu mış kimi deyil, içimizdən gələn kimi. Həqiqətən istəmə. Həqiqətən istəmə. Məsələn, deyək ki, mən xəstəyəm demək yox, bu gün biraz sağlam, özümü yaxşı hiss eləmirəm. Desək daha yaxşı olmazmı? Abala yıxılarsan, qıçın qolunu qırarsan deməkdənsə, ehtiyatlı ol. Oradan ehtiyatla keç. Desək daha yaxşı olmazmı? Düzdür. Öncə dilimizi dəyişək ki, sonra həyatımız dəyişsin. Çox maraqlı məsləhətlər versiniz. Yəni xanım, istərdim ki, izləyicilərimizə məlumat verək. Hansı problemi olan insanlar, məhz hansı şuuraltı problem yaşayan insanlar sizə müraciət edə bilərlər? Bax, bəzən olur ki, müştəri gəlir, yəni ki, xəstə deyim ona, yəni danışman deyimsə gəlir, deyir ki, məsələn mən münasibətləri düzəltmək istəyirəm. Ancaq söhbət əsasında çıxır ki, bunun münasibətlə əlaqəsi yoxdur. Bunun problemi atasındandır, bunun problemi anasındandır. Bunun uşaq vaxtı yaşadığı bir travma var, özü belə unudub. O isə bunun həyatına təsir eləyib. Yəni burada bunun mən deyə bilmirəm ki, yəni hansıdır, kimdir. Gələndə bir söhbətlə gəlir, amma söhbət əsasında axır tamamilə başqa bir şey üçün gəlibmiş. Bu da şuur altında, yəni dərinlikdə gizlətdiyimiz. Mən bir dənə bir düşədə olan bir dənə xanımla söhbət eləyirdim.
və o uşaq vaxtı bir tacüz olayı yaşayıb və təcavüz olayı yaşayıb və bunu unudub. Və neçə illəri deyir ki, mən deyir, yəni xatırlamıram belə. Orada açıldı. Mən deyir belə bir şeyin olduğunu belə unutmuşdum, yadıma gəlmir. Yəni özü də şoka düşdü ki, mən bunu necə unutmuşam? Çünki o qədər o tərəfini görmək istəməyib. O qədər bastırıb o tərəfini, o qədər görməzdən gəlib, o qədər qəbul eləməyib bu hadisəni. Doğrudan onu çox belə, yəni bəlkə də onun üçün o taciz deyildi, uşaq üçün təcavüz deyildi, o elə anlamışdı. Amma onun beynində elə yazılmışdı. Ortaya çıxan oldu ki, yəni heç də elə deyilmiş əslində, göründüyü kimi deyilmiş. Amma o uşaq onu elə algılayıb, bastırıb onu, görməzdən gəlib, özü beyni onu unutdurub və doğrudan da amma ondan da çox qorxur. Deyir, mən elə qorxurdum ki, məsələn, televizora baxanda elə olaylar görəndə ürəyim əsirdi, titrəyirdi. Deyirəm, axı nə olub ki, mən niyə özüm belə hiss eləyirəm? Yəni elə bir söhbətlərdən həmişə qaçırdım. Yəni o çıxandan sonra deyir, akaziyası mənim məsələ içimin dərinliklərində olan bir şey var imiş ki, məni qorxudurmuş bu. Özünün belə xəbəri yox idi. Amma tamam başqa bir mövzuda gəlmişdi. İndi insanların hamısının çoxsunun gəldiyi bolluk bərəkət. Mən necə olum ki, varlanım, necə olum ki, pulum olsun, necə olum ki, varlanım, necə olum ki, çox pul qazanım. Sirri nədir varlanmağın? Özünüzə nə qədər varlı hiss edirsiniz? Varlı ya orta səviyyəli. Yəni varlı insan düşünmür ki, mən varlıyam, özünü varlı hiss edir. Əgər bir insan restorana gedəndə əvvəl qiymətlərə baxırsa, sonra yeməyə baxırsa, o baxmalıyıq da ona. Yox, baxın, mən demirəm baxmayın. Yəni amma öncəliyiniz nədir? Öncəliyin nədir? Yeməkdirmi, qiymətdirmi? İndiki dövrdə qiymət. Amma varlı insan axı ki baxmır ona. Varlı insan deyir ki, bu çayı mən deyir, içim deyir, yəni neçə manat olur olsun, fərq yoxdur, mən bunu içim. Feyziyab olur, neçə manat olur olsun. Düşünmür bunun pulunu. Sadəcə onun dadını düşünür. Ondan necə dad alacaq onu düşünür. Məsələn, əlində 5 manat varsa, fikirləşmədən onu da xərclətdin, 5 manat bir şey deyəndə, bax 5 manatınız var əlinizdə də. Mən bunu təcrübə eləmişəm. Öz həyatımda təcrübə eləmişəm, yəni gələnlərdə də təcrübə eləmişəm. Bax bir dənə xanım var idi, özünə bir dənə toya gedir və çox gözəl bir paltar görür. Və əslində əlində həmin miqdarda var. O paltarı ala bilər. Amma paltarı alıb geyinsə, anasından qəşəng görsənəcək deyə, orada o paltarı alıb geyinmiş ki, mən mamamın yanında qəşəng görsənirəm, mamamın yanında qəşəng görsənəcək. Paltarı almır. Və o paltarın pulunu gedir başqa bir şey alır. Yəni sonunda sonradan geyinmir, tuzlu o tərəfə geyinə də bilmir, xoşu da gəlmir həmin paltardan və neçə aylar o paltar onun ağlında qalır. O paltarı alsaydım, geyinsəydim, bizə qəşəng olardı. Çünki onun ruhunun tələbi idi. O ruhun istəyi idi. Bəzi şeylər var ki, bax burada bu şeyə diqqət eləsək Xəyali xanım, ruhumuzun bizə nə istədiyini o qədər yəni net görəcək ki, bəzən bax bir şey olur, gedək bir paltarmı, bir yeməkmi, bir dondurmamı, bir konfetmi, nəsə bir şey almırsan, amma fikrin orada qalır. Onu da bilmirsən. O sənin ruhunun tələbidir. Əgər sən onu gedib axırıncı qəpini verib alsan, 10 qatı gələcək sənə. Çünki Allah deyir ki, sən məni sevindirdin, sən aldın öz ruhunu sevindirdin. Mən də səni sevindirəcəm. Bax bir paltarı özünüz xatırlayın da. Bir şey almamısınız amma neçə illər keçib üstündən. Deyirsən bu paltarı alsam nə yaxşı. Çox qəşəng paltar idi. Çox yaxşı Kaşalardım. Kaşalardım. Və onu unutmursunuz. Qalıb burada bir yerdə. O sənin ruhun tələbi idi. O pul da getdi. Heç bilmədən hara getdi. Amma onu alsaydın, geyinsəydin, ondan 10 qat daha çox veriləcəkdi. Əslində yaxşılıq da elədir. Məsələn, birinə yaxşılıq eləmək istəyirsən, cibindəki pula baxıb deyirsən ki, əşi, pulum azdır, bunun hansısa bir problemi həll eləyərəm və yaxşılıq eləmirsən. Amma ruhunu zənginləşdirə bilmədiyin üçün o dediyiniz pul məsələdə elə bir yerə xərclənir ki, heç lazımsız bir yerə çıxır. O yaxşılığı da eləyərkən orada da diqqət elə. Ona yazığın gələrəkdən eləyirsən. Yoxsa ki, öz ruhunu sakitləşdirmək üçün eləyirsən. Hansı niyyətlə eləyirsən? Xəyali xanım, o qədər bu belə incə məqamlardır ki, belə. O qədər belə incə işlənir bütün məqamlar. Onu o yaxşılıq eləyərkən, o sədaqəni verərkən hansı duyğu ilə verirsən? Bir də ona bax. Düzdür. O adama yazığın gəlir. Sən kimsən ki, ona yazığın gəlir? O onu seçib, o onun yoludur. Allah ondan səni görmür. Nə qədər ona yazığın gəlir? Yoxsa sən özünü yaxşı adam göstərmək üçün verirsən ki, azamat görsən ki, mən buna sədaqə verdim, mən bunu verirəm. Nə üçün eləyirsən o yaxşılığı? Duyğular. Elə nə eləyiriksə duyğularımıza baxaq. Elədiyimiz şeylər hansı duyğularla eləyirik, hansı hisslə eləyirik? Çox maraqlı bir söhbət oldu Yəni xanım. Məncə izləyicilərimiz üçün də maraqlı bir mövzu oldu. Çox incə məqamlara toxunduq və istərdim ki, son olaraq izləyicilərimizə nə tövsiyə edərdiniz? Özümüzü sevək. Özümüzü gerçəkdən sevək. Özümüzü tanıyaq. Duyğularımızı tanıyaq. Ürəyimizin səsini dinləyək.
Və bütün bu yol özünü tanımaqdan keçir. Nə qədər özümüzü tanısaq, o qədər yaradana yaxın olacaq. Niyə deyiblər? Özünü bilən Rəbbini bilir. Onu elə belə deməyiblər. Sən özünü tanıyanda, duyğularını tanıyanda, hisslərini tanıyanda, özünə dəyər verəndə, özünlə barışıq olanda ətrafdakı insanlara da davranırsan. Özünü sevməyən bir insan gəlib deyir ki, mən çox yaxşı insanam, onu sevirəm, bunu sevirəm. Mən ona inanmıram. Özünə dəyər verməyən, özünü sevməyən, özünə qayğı göstərməyən bir adam necə sevə bilər? Sevə bilmir də. Hər şey özümüzdən başlayır. Hər şey bizdən başlayır. Və bizim leksikonumuzda, Azərbaycan dilində o qədər bir söz var, gözəl bir söz var ki, öz. Hətta türklər belə deyir ki, o öz sözünə biz deyir, yəni o qədər gözəl, dəyərli bir söz ki, Azərbaycan dilində deyir belə bir söz var, öz. Özdən gələn. Öncə hər şey özümüzdən başlayır. Birinci özümüzdən başlayaq. Və bu bunu elədi, o bunu elədi deyil. Mən niyə bunu yaşayıram? Bu mənə nəyi öyrədir? Bu sualları verək. Sorğulayaq. Niyə yaşayıram? Başıma bunlar niyə gəlib? Bu da mənə nəyi göstərir? Bu xəstəlik mənim evimə qonaq gəlib. Bu qonaq burada durmayacaq, gedəcək. Bu xəstəliyi alım, qəbul eləyim, baxım, bir ona oturum söhbət eləyim ki, xəstəlik sən niyə gəlmirsən bura? Mənə nə demək istəyirsən? O zaten gedəcək. Onsuz da gedəcək, durmayacaq sənin yanında. Sən onu tutub saxlamasın. Bəzən o deyir, mən gedim deyirsən, yox, tutub saxlayırsan ki, yox, getmə, səndən mənə xoşdur. Hər şey özümüzü sevməkdən başlayır. Gəlin birinci özümüzə sevək, dəyər verək. Amma bu demək deyil ki, özümü sevməklə bəzən öz dəyərlə özünü sevməyə qarışdırırlar ki, mən özümü sevim. Bu o demək deyil. Özünü sevmək öz mərkəzində olmaq deməkdir. İnsanların, yəni məni sev deyə, yəni mən özümü sevirəm, amma sənə pis olsun deyə deyil. Onu da qarışdırırlar ki, mənə yaxşı olsun, sənə nə olur olsun demək deyil. Sənə olunan rəftar, mən özümə elədiyim rəftarı sən eləsəm, sən xoş gələrmi? Buradan baxaq. Əgər mən özümə yaxşı rəftar eləsəmsə, mən sənə də yaxşı rəftar eləyəcəm. İstəyirsənmi, məsələn, bir yerə gedirik, kimizə xidmət göstəririk və siz mən sizə qonaq gəlmişəm də və siz mənə necə çay verirsiniz, necə qarşıladınız və mən də istəyirəm ki, yəni siz də getdiyiniz yerdə bax belə ağırlanacaqsınız, sizə belə qarşılayacaqlar, sizə də deyəcəklər ki, xeyirli xanım, xoş gəlmisiniz. Çünki siz qonaqlarınıza qarşı belə rəftar edirsinizsə, həyat da sizə bunları geri qaytarır. Bumerangdır. Təşəkkür edirəm Yeganə xanım. Çox gözəl söhbət idi. Müsahibə başlayanda adətən bizdə müsahibələrimizdə olur. İndi siz hiss eləməyə bilərsiniz. Biraz gərginlik olur. İnsan müsahibəyə hazırlıqdır, müsahibənin başlamasıdır, indi sualların verilməsi insan biraz gərgin olur. Amma Yeganə xanım o qədər səmimi, o qədər rahat bir müsahibə keçdi ki, yəni digər müsahibələrimizlə müqayisələ çox rahat keçdi. Yəni görünür ki, insanlar bəzən bir insanı dinləməklə, şuuraltı onun sənə təsiri ilə özünü müalicə edib, özünü daha yaxşı hiss eləyə bilər. Əslində problemlərimizin deyərdim ki, əksəriyyəti şuuraltıda başlayır və şuuraltı biz özümüzü əgər müalicə eləsək, şuuraltı biz özümüzlə qala bilsək, əslində problemlərimiz də həll olmuş olacaq. Çox sağ olun Yeganə xanım, təşəkkür edirəm. İzləyicilərimizə bildirmək istəyirəm ki, Yeganə xanımla əlaqə saxlamaq istəsəniz, əlaqə nömrələrini həm açıqlama bölümündən də videonun üzərində yerləşdirirəm. Suallarınız da varsa chat bölümümüz açıqdır, yaza bilərsiniz. Yeganə xanım özü də baxıb cavablandırar. Özünüzə yaxşı baxın, görüşərik, sağlam olun. Sağ olun. Təşəkkür edirəm, sağ olun.